Dostlar, istəyirəm belə bir açım dedim bugün sizə. Atalar üçdən deyib. Üçüncü videomda çəkəsi oldum. İstəyirəm, sizə nə mane olur? Sizə nə mane olur? Baxmaq istəyirəm. Çünki bundan əvvəlki videomdakı bəzi özümün fikirlərimlə özüm razılaşmadım. Amma istəyirəm açım edim sizə. Baxaq görək sizə nə mane olur. Hər halda hər bir insanın mənfi cəhəti var və ona mane olan xüsusiyyətləri var. Gəlin baxın görək kartlar sizə nə deyir. Sizə nə mane olur həyatda? Və hər bir insanın inanın ki, həyatımızda ola bilər bəzi insanlar bizə mane ola bilər, bəzi vəziyyət ola bilsin, kimlərisə nəyisə nəzərə alırıq, hansı addımları atmırıq. Ümumilikdə götürəndə bizə mane ancaq özümüz oluruq. Zəifliyimiz, yox deyə bilməməyimiz. Bu həqiqətdir dostlar. Qalan hər şey bəhanələrdir. Biraz zəiflik və bəzən gərək ürəyini daşa döndərəsən. Şaşırsınız. Özünüz xoşbəxt olmaq istəyirsinizsə, bəzən vaz keçməyi bacarmalıyıq. Bəzən yox deməyi bacarmalıyıq. Zəifliyimizdən əmələ gəlir, belə deyim, bir çox problemlər. 3 variant bizə nə mane olur? Sizə nə mane olur dostlar? Mənimlə məsləhət üçün edilməlisiniz. 3 variantdır. 1, 2, 3. Birinci, ikinci, üçüncü variant. Və mən birinci variantdan başlayıram. Sizə nə mane olur? Problemlərin üstünə getmək. Problemlərin üstünə gedin. Çünki siz güclüsünüz əslində. Əslində güclüsünüz. Problemlərin üstünə getmək lazımdır. Kimsə gəlib nəsə eləməyəsidir. Özünüz eləməlisiniz. Şaşırsınız. Problemlərin üstünə getmək. O problemlərdir. Bunlar insanlar da ola bilər. Bəzi maneələr, bəzi problemlər. Və siz güclüsünüz. Problemlərin üstünə getmək. Sadəcə durun, gedin. Həll edin. Başa düşürsünüz mü? Bu sizə mane olur. Biraz zəifsiniz. Başa düşürsünüz. Çünki narahat olursunuz yəqin. Bəzi sirlər, sekretlər açıla bilər. Hansısa problemin üstünə gedərsinizsə, nəsə eləyərsinizsə. Yox. İntuisiyanız güclüdür. İntuisiya var sizdə olmaqla. Amma narahat olmayın. Problemlərin üstünə gedin ki, bu biraz narahat olursunuz ki, yəni zəifliyiniz var da, deyək ki, haradasa üstünü həll eləməlisiniz. Gedin, həll olunacaq problemlər. Şaşırsınız, zəif olmayın. Sadəcə getməkdir, addım atmaqdır. Məsləhət də verir ki, ola bilər kartlar sizə bir şey bu məsləhət kartıdır. Bu məsləhət kartında nə deyir ki, ola bilər bəzi şeyləri heç kəsə demədən eləməlisiniz. Bəzi şeyləri intuisiyanıza qulaq asaraq eləməlisiniz. Amma gedin, eləyin bu şeyi. Şaşırsınız. Bir də yuxularınıza fikir verin. İntuisiyaya da fikir verin. Yaxşı, ikinci variant sizdə. Tık. Ay dostlar. Bax, bir çoxunuzun ailədə, evdə problemləri var. Ola bilər gözlənilmədən hansısa bir hadisələr oldu. Yəni, daha çox evə, ailəyə aiddir. İşə də aid ola bilər. Daha çox işə də aid ola bilər. Nəsə gözlənilmədən oldu da nəsə oldu. Pisdir vəziyyət. Bir çoxunuzda problem var burada. İli evdə, ili işdə oldu da bu şey göylərdən gəldi. Və burada da gözləyib durmayın. Nəsə eləyirsiniz, nəsə verirsiniz. Bax, nəsə eləyirsiniz, nəsə verirsiniz. Sevgi verirsiniz, az götürürsünüz əvəzində. Burada bir də borc verib götürməyin. İkinci variant, yəni məsləhət deyil. Burada borc da verib götürmürük.
Və burada da nəyisə gözləyib durmayın. Gözləntilər doğrulmur. Gözləntilər doğrulmur. Gözləyib durursunuz, duracaqsınız, skoriye всего. Şaşırsınızmı? Nəyisə bitirmək lazımdırsa, bitiririk. Çünki gözləntilər doğrulası deyil. Maddiyyatdan da problemlər var burada, ehtimal çox ki. Borc mövzularına girişməyin. Girişərsinizsə az-az qaytaracaqlar. Və yaxud da siz özünüz də ola bilər, az-az qaytara bilərsiniz. Və burada maneə və bir çoxunuza maneə, mən belə bir şey deyə bilərdim ki, maddiyyatla əlaqəli maneə sizə ailəniz olur. Ola bilər işləmək istəyirsiniz, qoymurlar. Ola bilər, baxın, mən bir neçə variantı deyirəm, çünki hamıda bir mövzu deyil, axı hərənizin bir problemi var. Mən burada nə görürəm, bəzilərinizdə də ola bilsin, maddiyyatla əlaqəli ailə mane olur sizə. Başa düşürsünüzmü? Bəlkə gedib işləməlisiniz, maneələr var, başa düşürsünüzmü? Biraz güclü olun da, biraz güclü olun, biraz addımlar atın. Gözləyib durmayın, kimlənsə nəysə, özünüz eləməlisiniz, dostlar. Üçüncü variant. Maneə nədir? Sevgi iç bucağında yaşayan insanlar. Sevgi iç bucağındasınız, çoxunuz. 90% bura baxanlar sevgi iç bucağındadır. Fikrin dəhşət kartlar çıxıb, kartlar dəhşətdir. Sevgi iç bucağında, romantika, sevgi. Amma bu lazımsız bir bağlılıqdır. Lazımsız bağlılıqlardan kartlar sizə nə məsləhət verir? Bu məsləhətdir. Bu nədir? Romantika, sevgi. Ancaq sevgi ilə addım atarsınız, sevgiyə görə yaşayırsınız. Vacibdir. Üçbucaqlarda da ola bilərsiniz. Yəni, üçüncü şəxs seryanı var burada hər hansısa bir formada. Sevgili kimi də ola bilər, maneə kimi də ola bilər. Başa düşürsünüzmü? Var. Və kart sizə nə deyir? Lazımsız sevgidir, lazımsız bağlılıqdır. Çalışın bu bağlılıqdan azad olun. Ay dostlar. Üçüncü variant. Yenə sizin həyatınızda özünüz bilərsiniz. Çalışın kiminsə həyatının küncündə yox, sentrində olun. Sentrində. Özünüzü sevin, özünüzə dəyər verin. Həyat çox qısadır. Bu qədər dostlar. Sağ olun izlədiyinizə görə. Əlaqə üçün nömrəmi yazacağım. Şəxsi açımlar üçün müraciət edə bilərsiniz. WhatsApp-a ancaq. Sağ olun.